Musiqiçi var Ramiz Ağayev, arzuları var, hədəfləri var və onun arzuları sırasında bir arzu var idi. O görüşmək istəyirdi xalq artisti Niyamətdin Musayevlə. Və bu arzunu Orxan reallaşdırdı. Yox, Yaşar mənim. Gəl bu günlərim Fikrət Əmirovu yoxlayaq Ramizdə. Gülərəm Gülşəndən başlayaq. Görək necə alınır. Yaxşı? Ramiz, gəl. Xoş gəlmisən. Necəsən? Nə var, nə yox Ramiz? Bugün deyirəm Fikrət Əmirova müraciət edək. Gülərəm Gülşən. Hə, Yaxşıdır? yaxşıdır. Oxuyaq onu. Hə. Oxuyaq. Bu gördüyünüz gəncin adı Ramiz Ağayevdir. O, uşaqlıqdan autizm spektrli olmasına baxmayaraq istedadı ilə öz yaşıdlarından seçilir. Musiqiyə olan sevgisi, səhnədə olma istəyi və öz dünyasını ifa etdiyi mahnılarla ifadə edən Ramizin özünə məxsus arzusu var. Gözlərim o qara, gözlə mən doldum, saçların boynuma, bir kəmən doldum. Aha. Ağlasan ağlaram, gülərəm gülsən, ömrümün yazı. Gecikmə, təzə bir gülşən. 17 yaşım var. Mən musiqini çox sevirəm. Mən Niyamətdin müəllim çox sevirəm. Niyamətdin müəllim görüşmək mənə xoş olardı. Ramizin arzusunu eşitdik. Bəs gəlin görək o xalq artisti Niyamətdin Musayevin Dünya sənin, dünya mənim, dünya heç kimin mahnısını necə ifa edib? Mahnılarını sevərək ifa etdiyi Niyamətdin müəllimlə görüşdə Ramizin həyəcanını hiss etmək çətin deyildi. Axı o çox sevdiyi müğənni ilə görüşmüşdü. Düzgün ifa edib, nəğməmi ifa edib. Səsi də var, xarici oxumub, sözləri də düz, musiqi də düz. Yanımıza gələcək bu olar ki, əgər bu sənədə xidmət eləyəcəksə, çalışsın onun yaxşısından olsun. Hər nəğməni ifa eləməsin, ürəyinə, qəlbinə yatan nəğmələri ifa eləsin. Xalqın sevimlisi olan Niyamətdin Musayevdən dəyərli məsləhətlər alan Ramizə biz də gələcəkdə uğurlar arzulayırıq. Necə deyərlər, arzularımızın əngəlsiz olması diləyi ilə. Sabahın xeyir, Azərbaycan.